Onlar öz aralarında olan münkərləri inkar etmirdilər. Gözləri görə hamısı münkər əməl edirdi. Biri demirdi ki, Allahdan qorx, niyə belə edirsən? Görsən, münkəri görür, inkar eləmir. Yaxşılığa əməl eləmir. Haramı görür, göz yumur və s. və ilaxır. Buna görə Davudla İsa'nın dini ilə lənətləndilər. Deməli, kim dəvəti tərk edərsə, qoy qorxsun ki, birdən onun da lənətdən payı olar. Allahın rəhmətindən uzaq düşər. Çünki dəvət etmək vacibdir axı. Şərt deyil ki, o bölgədə tələbə olsun, alim olsun. Sən də belə görürsən ki, kiminsə dəvətə ehtiyacı var və dəvət etmək təyin olunub, o məqam dəvət məqamıdır, nəyisə demək, çəkindirmək. Sən orada səhlənkarlıq göstərsən, o işi ehmal eləsən, Allah qorusun, insanın başdan bəla müsibət gələ bilər. Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, əgər bir insanlar bir münkəri görüb, onu dəyişdirməsələr, qorxulur ki, Allahın əzabı hamısını əhatə eləsin. Münkəri görüb heç münkər eləmir, heç kəsin vecdən deyil, hər özü üçündür. Şəriətdə elə şey yoxdur. Əgər elə olarsa Allah qorusun, həmən qövmə, həmən cəmaata bəla gələ bilər.